Salam dostlar, bura Naxçıvan avtovağzalıdır. Bu avtovağzaldan Şərura, Zülfiyə, Urbada marşrutlar işləyir. Hətta Bakı Naxçıvan avtobusu da bu avtobusdan çıxır. Allah qoysa dəhliz açılandan sonra da buradan Azərbaycan digər rayonlarına, Qarabağa, Gəncəyə və sair avtobuslar işləyir inşallah. İndi mən Azərbaycanımızın ən isti rayonu olan Zulfa rayonuna gedirəm. Dostlar, artıq Azərbaycanımızın ən isti rayonu olan Zulfa rayonunun mərkəzinə gəlmişəm. Yəni Zulfa şəhərindəyəm. Onu deyə bilərəm ki, Zulfa Azərbaycanımızın ən başarılı şəhərlərindən, rayonlarından biridir. 1808-ci ildə Rusiya ilə İran müqavilə bağlayır, düşmənçay müqaviləsi. Bu müqavilə ilə Azərbaycan iki yerə bölünür. Bir hissəsi Rusiyanın tabeliyində qalır, bir hissəsi də İranın tabeliyində qalır. Və burada Araz çayı sərhəd olur və Zulfa şəhəri də elə bir şəhərdir ki, Araz Zulfa şəhərini iki yerə bölür. Araz çayının cənubdakı hissə İrana verilir, şimalındakı isə Rusiyaya verilir. Bir-birinə qohum olanların bəziləri cənub tərəfdə qalır, bəziləri şimal tərəfdə qalır. Bu dəqiqə bir İran Zulfası var, bir də Azərbaycan Zulfası var. Yəni İran tərəfə keçəndə Zulfadan İran Zulfası olur, Azərbaycan tərəfə keçəndə Azərbaycan Zulfası olur. Yəni Zulfa şəhəri elə o dönəmdən bölünüb. Zulfa şəhəri belə sakin şəhərdə, çöldə az adam tapmaq olur. Nadir halda insanlar görə bilirik. Yəni belə kalabalıq, ailesi çox olan şəhər deyil. Gördüyünüz kimi yollar geniş və təmizdir. Və sentyabr ayının axırı olmasına baxmayaraq çox istidir. Elə bilirsiniz ki, iyul ayındasınız. Dostlar, Zulfamızın belə bir şəhidi var, Nuruzlu şəhidi. Şəhid Dünüm Aliyev Ceyhun 2020-ci ildə 9 noyabrda Şuşa şəhərində şəhid olub. Allah Ceyhun qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri inşallah cənnət olsun. Zulfa şəhərinin mərkəzində belə bir abidə var. Burada 90-cı illərdə şəhidlik zirvəsində uzulan qardaşlarımızın şəkilləri var. Allah hamısına rəhmət eləsin. Bir qardaşımız da üstü qoyulub. Naviyev Elşad Arifoğlu 94-cü ildə şəhid olub. Hətta 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olan qardaşlarımızın şəkilləri var. Allah bütün şəhidlərimizə qənə-qənə rəhmət eləsin, yerləri cənnət olsun. Dostlar, gördüyünüz kimi Zulfa rayonu dağlarla əhatə olunub. Bəlkə də buradan görsənmir, amma bu dağların çoxu qırmızı dağlardır. Və bu dağlarda kürüzə ilanlar yaşayır və həmin ilanlarda sırf qırmızı rəngdə olur və dağla ilanı seçmək olmur. Qışda Azərbaycanımızın ən soyuq yeri, yayda isə Can Azərbaycanımızın ən isti yeri olan Zulfa şəhəri. Gördüyünüz kimi belə bir şəhərdir, sakin şəhərdir. Zulfa şəhərindəki videomu da burada sonlandırıram.